2026'nın ilk gündən hər kəsə salamlar. Bugün 2026-cı ilin ilk günüdür. Bayramınızı da təbrik edirəm. Ümid edirəm yeni ili çox gözəl keçirmisiniz. Rəy bölməsində yazmanı unutmayın. Biz də baxıb oxuyaq, sevinək. Səsimə görə çox üzr istəyirəm. Həqiqətən o qədər xəstəyəm ki, inana bilmərsiniz də. Amma bu qız yenə xəstə çıxacaq çölə. Bu arada bayaq baxdım, çöldən qar yağırdı. İndi kəsdi. Kəsməsəydi göstərəcəydim sizə. Uşaqlar, yeni il bayramı olduğu üçün indi tətildəyik. Tətildən sonra da semestr imtahanları olacaq. Onda da elə ki, hər gün getmirik də. Belə müəyyən bir vaxtlar var ki, imtahan vaxtlarıdır. Gedib imtahanımızı verib qaydırıq. Mən də istəyirəm ki, semestr imtahanlarını iki hissəyə ayırım. Amma semestr imtahanlarına qədər də arada bir 10-15 gün var. İstəmirəm də, yəni vlogsuz qalasız. Ona görə də bu qız günlük vlog çəkir. Əslində 2 günlük vlogdur. Bugün bir də sabah olacaq. İndi gedəcəm, çəkilişimiz var. Çəkilişimizdən sonra bəlkə istəyirəm molda gəzim, paltarlara falan baxım. Nəsə ürəyimcə olsa tez bir paltar almaq istəyirəm. Ona görə alış-veriş vlogu da olacaq həm də. Onda tez makyajımızı eləyək gərək. Расскажи, Снегурочка, где была? Güya da indi Snegurочka oldum. Neyse dostlar, mən makyajımı elədim artıq. Belə görsənirəm. Yəni bugün sırf havada soyuq olduğu üçün sanki soyuqdan yanaqlarımız qızarmış kimi bir vibe olsun istədim. Neyse belə bir şey elədim. İndi mən gecikirəm, evdən çıxıram. Yolda yenə açacağım vlogu. Ağız üstündə belədir. Bu kapağı da taxmışam çünki bu qız bir daha xəstələnmək istəmir. Yəni papaqla şərf taxmaq mütləq lazımdır soyuqda. Sadəcə mənim şərfim yoxdur. Yəni belə bir rənglər falan. Yol şərf almaq istəyirəm inşallah görək də. Bəlkə də bugün alaram, bilmək olmaz. Papaq da ki, belə də yəni soyuqdur. Dostlar, mən çıxdım indi çəkilişdən. İndi Aygünlə görüşəcəm, onu gözləyirəm. Hardasından 5-10 dəqiqə gələr yəqin. Dediyinə görə Gəncə ilə Nərimanov arasında çox probka var, ona görə gecikir. Bu arada mən əslində bugün alış-verişdə eləmək istəyirdim. Yəni paltolara falan baxmaq istəyirdim, amma yəqin ki 2 günlük vlog olduğu üçün onu da sabaha saxlayaram. Belə, görək bugün başımıza nələr gəlir. Gəldik Ağşəhərə uşaqlar. Buradan indi velosiped götürürük. Bu arada sürmək qərarına gəlmədik. Şəkil çəkildik, yox. Daha doğrusu Aygün xanım çəkəcək. Gəl mən şey deyim. Aygün bir işi bacarmadığı üçün Ləman gedir, bəli. Telefonumun arkasındakı olmaz ondan. Yarısı göyündə telefon donub soyuqda. Aygün də götürdü velosipedini, quruqlayıb gəlir. Bir dənə donmaqda olmuşdu da, əllərimi hiss eləməm. Yəqin ki, yenə axşam 9 qızdırma xaraşo. Hə, ay necə görsənir şəhərimiz. Hə, neysə, indi onun şəkillərini çəkeyim. Buradan da şəhərə çox... Gəl bura, gəl, burada qəşəng yer tapmışam, gəl. Sürü özü üçün. Hə, buradan da şəhərə bilməm, çox güman ki, çox uzaqda, yenə taksidən gedərik. Hə, istəyirik Vovda oturaq. Yəni mən hələ istəyirəm, indi Aygün bilməm. Belə. Axır ki bu görüşümüz də oldu, axır ki. Çoxdan deyirik görüşək, alınmırdı, amma indi alınır. Əlimi salım cibimə, Aygün şəkillərini çəkək. Yəqin hardasa restoranda falan oturanda yenə atacağım vlogu. Arada bir də çəkərəm, amma o qədər soyuqdur ki, əllərimi hiss eləmirəm. Bax, soyuqdan donur. Deyirəm, sənin nə evə lazımdır. Gəl bura. Donurum. Gəl telefonu götürməyə. Bu arada uşaqlar, əlimi 17'də aldım ilk dəfə. Aygün telefondur. Qəşəkdir ya, rəngi zadı özüdür. Aygün telefonu tərəfləyirəm. Saçım tam da gündə. Necədir? Necə sürdü? Necədir? Qəşəkdə bu telefonu ver ki, çəkim də. Qızlar gəldik, oturduq Cookmoodda. İndi belə bir şey zakaz elədik. Bu takodur. Katuşka ilə və Sezar salatlı pizza. Bu da Aygün. Donandan sonra biz. Belə. Buranın abu havası da qəşəkdir. Gəlmək istəyənlər üçün aynı sınıflarda yerləşir. Bizim evimizə yaxındır. Ona görə gəldik bura. Yeyək, bunun dadına baxaq, bəyənsə sizə deyəcəyik. Qızlar, indi sizə fikirlərimi bildirəcəm. Taco qəşəkdir, amma sezonlu salat o deyildi. Yəni əslində biraz da ikisinin də içi eyni olduğu üçün bizi ürəyimizi vurdu. Yəni bəyənmədik. Salat neydi pizza da ya? Sezon salatlı pizza. Digəri yox. Çünki daha yağlı idi. Həm də ki, soyuq olduğuna görə. Soğuq idilər. Belə yəni, mənim fikirlərim belə idi. İndi hesabı istədik, görək nə qədər olacaq. Katuşka qalıb, katuşka. Bayağı qalıbmış, qalmasın hə. Katuşka sevirik. Artıq
Paskos gətirəydim. Bir də limitsiz ketçup, mayonez vermələri də yaxşıdır. Mən ketçup dəşə sevirəm. Yəni, belə paskada sos gətirsəydilər, mənə çatmazdı. Elə, dostlar, 2-ci gün görüşərik onda. Dostlar, mənim çoxlu şokoladlarım var, buna baxın. Yəni, şokolad deyil də yoğurt. Nəsə, biraz halsız idim, yoğurt istəyirəm. Şaxta babam çatdırdı, sağ olsun. Bunu sizə göstərməliyəm yəni. Saymadım, bəlkə də qaçmasın. Dəhşət soyuqdur bu arada. Yollar açıldı. Neyse, mənim sıramdır, mən keçim. Herkese salam dostlar, 2-ci gündən salamlar, necəsiz? Bu qız moldadır. Gəlmişəm burada indi paltalara falan baxmağa. Belə, görüm. Mənim fav paltar mağazalarım Zara, Bershka, Stradivarius, bir də Planet 1-dir. Yəni, görürsünüzdə Old Money stilində geyinirəm çox vaxt. Çünki Old Money stilinə də ən çox o 3 yer uyur. Və New Yorker zat heç mənlik deyil. Bəlkə basic üstlər falan almaq istəyəndə. Bir də işte sıra yəni, de facto zat tutardı yəni. O da yoxdur burada bağlanıb. Vaykiki bəlkə neçə ildir giymirəm. Birinci bir dənə yemək alım, acam. Amma vaxtım da yoxdur da, yoxsa yuxarıda oturub yerdim. Belə. Tək olanda biraz utanıram video çəkməyə. Çünki mənə görə gəncim o ayır ki, hər yerdən tanış çıxır. Görürsünüz, tanış çıxır deyən kimi tanış çıx deyə. Qızlar, ilk girdiyim mağaza Planet 1 oldu. Buranın məhsullarını çox bəyənirəm, amma o qədər bahadır ki, yəni siz bunu Temudan yarı qiymətinə ala bilərsiniz. Ona görə buradan heç nə almadım. Nəinki buradan Stradivarius'tan da heç nə almadım. New York'ə falan çox girmirəm mən. Sadəcə sadə üstlər, sadə paltalar almaq istəyəndə çox doğru seçimdir. Belə də ki, de facto bağlanıb, de facto da bir ara alırdım uşaq vaxtı. Vaykikiyə bəlkə də neçə ildir mən girmirəm, oradan heç nə almıram. Axırıncı dəfə kepka almışdım. Amma burada görüb bəyəndiyim 1-2 paltar oldu ki, hansı ki mən onu evə gedəndə Temudan baxdım, sifariş elədim. İnşallah ki, sifarişlərim gələndə də onların kargo videosunu açıb sizinlə bölüşəcəm. Qızlar, bundan mənim rəfiqəmdə var idi. Yəni, Mehridə idi, səhv eləmirəmsə. Əslində qəşəydi, material falan, amma yəni qiymətini görürsünüz də. Bunu bəyəndim. Rəngi qəşəydi. Amma qabağı çox açıqdır sanki, ya da çiyinlərə salmaq üçündür. Burada yaylıq şortiklər də var. Belə görürsünüz, qiyməti münasibdir. Çünki qış olduğu üçün almırlar. Yaylıq mallara salırlar. Baxın. 59 manat, 49 manat. Çox münasibdir. 39 manatdır balonka. Uşaqlar, gör nə qəşəkdir. Arxası da açıqdır. 59 manat deyə qiyməti çox münasibdir. Bunun çəhrayısı var məndə. Elə mən də bu qiymətə almışdım. Endirimlə 40 manatdır burada. Bir dənə belə bir dənə kazak istəyirdim. Qəhvəyi rəngdə də. Məndə heç yoxdur. Burada 60 manatdır. Amma Temuda 30 manata həll eləmək olar. Bu arada buranın paltoları daha ucuzdur. 129 manatdır. Mən əynimdəkini Bershkadan 160 manata almışam hətta. Amma bu daha qalındır, bu nazik materialdır. Görürsünüz. Ayaqqabılar qəşəkdir. Uy, telefon düşmüşdü əlimdən yeri. Mən bu rəng ayaqqabılar çox bəyənirəm. Amma belə yox da, dik taban olsun. Amma bu rəng olsun. Yəni barda olur. İndi Stradivarius'dayım bu arada uşaqlar. Necə görsənir? Mən də belə bir şey almaq istəyirəm, qışda geyinməyə, belə cinsdən falan. Bunun qiyməti görə neçədir? 159 manat. Zarda daha ucuzdur deyə düşünürəm. Deməli uşaqlar, mən Stradivarius'dakı palto ilə Bershkanın arasında qalmışdım. Burada 150 manat idi, orada 160. Sadəcə mən içi astarlı olsun istəyirdim. Bunun içi astarlı deyil, görürsünüz. Amma bunun içi astarlıdır, ona görə astarlı aldım. Kimsə mənə demiş ki, prosto astarlı al, ona görə mən astarlı aldım. Yəni ikisi də qəşəng idi amma. Yəni bu da qəşəkdir, bunu da ala bilərsiniz. 10 manat fərqlə. Çox bəyəndim onu. Kürşlərin də qiyməti 180 manatdır uşaqlar. Yəni almaq istəyənlər üçün belə. Rəngi qəşəkdir. Yubqanı bundan qəşək kombinləmək olar. Altına da baxın, bardova ayaqqabı. Qəşək gedər.
Bu da qəşəngdir uşaqlar. Bardovon hər şeyi sevirəm də, yəni çox gözəl görsənir həqiqətən. Nəysə, bir dənə sizə onu deyim ki, mən əslində buradan heç nə almıram. Yəni moldan heç nə alış-veriş eləmirəm çünki o qədər bahadır ki, dəhşət bahadır. Siz 50 manatlıq bir dənə şey tapırsınızsa burada, onun Temudan 2 qat daha ucuzuna ala bilərsiniz. Elə belə yerdir deyə, yəni Temunu bəlkə bəziləri belə baxır da, göz ucu baxır, amma o qədər gözəl şeylər var ki, orada uşaqlar. Prosta biraz bəxt söhbətdə, yəni qəşəng çıxıb-çıxmama söhbəti var. Qızlar, səs yarıda kəsildiyi üçün belə deyim sizə. Mən həqiqətən son vaxtlar Temudan dəhşət alış-veriş edirəm. Temudu Trendyoldu şeyindi. Belə yerlərdən dəhşət alış-veriş edirəm və çox razı qalıram. Sizə də tövsiyə edirəm. Gəlib burada mən qiymətinə baxıram, bəyəndiyimi seçirəm və gedib Temuda eynisini daha ucuz qiymətə alıram. Mən təbii ki də çox baha olmasından şikayətlənmirəm. Sadəcə üstünə çox qoyub satılmağından şikayətçiyəm. Amma belə də ki, yəni pulum olanda mən də təbii ki moldan alıram sifariş etməyin əvəzinə. Video bura qədər idi. Bəyəndinizsə like atmağı və abunə olmağı unutmayın. Daha çox belə videolar gələcək. Öpdüm sizi.